Dostlar, bir maraqlı video var. Bir daha ona tamaşa eləyək, sonra sözümüzü devam etdireceğim. Sayın Muhammed Reşat Çakmak Beyefendi ile evlenmek istiyor musunuz? Yani böyle bir iyilik yaptığın için, bugün duyduğum için çok sevindim. Teşekkür ederim. Çox duyğulu mənzərə idi, deyilmi? Deməli, bəylə gəlin toydakı masalardan birini kimsəsiz uşaqlar üçün ayırıbdı. Və elan ediblər ki, bizə qızıl lazım deyil, bizə kimsəsiz uşaqları gətirin. Və onlarla şəkil çəkdirirlər, rəqs eləyirlər və bəylə gəlinin nə qədər öz dilləri ilə desə, nə qədər mutlu olduqları göz qabağındadır. Dostlar, inandırım sizi ki, indiki zamanda o toylara çağırırsınız, bir ətək pul verib o gündə gözümüzü yağır eləyən müğənnilər verir. Artıq onlar heç kəs üçün maraqlı deyil. Sizi inandırım ki, o toylarınıza gəlib əllərində araq qədəhləri ilə qalxıb Allah xoşbaxt eləsin deyib vuranlar, onların xeyir duası sizə kesəri deyildir. Bugünkü günümüzdə toyunuzun ən maraqlı, ən yadda qalan səhnəsi olardı ki, siz də bax bu cürə toyunuzda bir masanı kimsəsiz uşaqlar üçün və yaxud qazilərimiz üçün və yaxud şəhid övladları üçün ayırasınız. Ben elə bilirəm ki, bu işdə sizə yerli icra hakimiyyəti, bələdiyyələr yaxından kömək eləyərlər və buna etiraz etməzlər. Və sizi inandırım ki, onları dəvət eləsəz, onlar da şəkil çəkdirsəz, rəqs eləsəz, oyununuzun ən duyğulu, ən maraqlı səhnəsi, mənzərəsi, yadda qalan, yaddaşlara həkk olunan mənzərəsi məhz bu olacaqdır. Ona görə də bütün yeni ailə qurmağa hazırlaşan gənclərimizi bəri başdan Allah xoşbəxt eləsin deyirəm və çalışın ki, toyunuza belə yeniliklər gətirin və bu hamı üçün maraqlı olacaq və ömrünüzün sonuna qədər toyunuzun ən maraqlı səhnəsi olacaqdır. Allah hamınızı xoşbəxt eləsin.